Adam var, görsən, gedir ziyarətə, gəlir ancaq mənfi şeylərdən danışır. Orada belə idi, nə bilim, belə. Bir yerə ki, 20 milyon adam gedir, bu dediklərin olacaq da, bunu bilirik. Yəni, orada heç yaxşı şey, heç nə görmədin. Sən getmişsən, orada gözəl şeylər də var. Gedir, gəlir, ancaq pis şeylərdən danışır. Bir yerdə ki, 20 milyon adam var, məlum da, yəqin nəsə çatışmamazlıq da olacaq, hərə bir əxlaqdadır, hərə bir xüsusiyyətdədir. 20 milyon dənə əxlaq var orada. Olacaq da nəsə mənfi şey. Amma bunun içində bir yaxşı şey də var, sən onu görmədin orada. İmam istəyir ona dərs versin. Başa salsın ki, hər adamda bir yaxşı xüsusiyyət görə bilərsən. Ola bilər birində bir pis xüsusiyyət var, amma onun yanında bir dənə də yaxşı var. O yaxşını tap çıxardı. Yoxsa elə 2 dəqiqə münasibət quran kimi o yandaşın gördün də, bunda da bu şey var. Bunda bu var, amma onun yanında bir dənə də yaxşı var da, onu da gör də. Bir-birimizin yaxşılarını görək, pislərini niyə görürük? Pislərin görünü görməməzliyə vurur. Yaxşılarını tapaq çıxardıq ortaya. Ümumiyyətlə, baxanda bu cür baxmayaq, eyb axtarmaq gözü ilə baxmayaq. Hər şeydə eyb axtarmayaq, hər şeydə eyb ola bilər. Hər nə ki, insan düzəldib eyb ola bilər. Bu gözlə, bu baxışıqla baxmayaq. Baxaq, oradan nəsə bir yaxşı şey tapaq çıxardaq. Əgər istəyiriksə, biz Allah sifət olaq. Əgər istəyiriksə, Allah bizim eyblərimizi örtsün, eyblərimizi gizlətsin, gərək bizdə başqalarının eyblərini gizlətməyə bacaraq. Sən başqasının eybini gizlət ki, Allah da sənin eybini gizlətsin. Sən eyb açandan sonra Allah da sənin eybini açacaq. Sən bəndənin eybini açanda Allah da sənin eybini açacaq. Sən onun eybini gizlət, Allah da sənin eyblərini gizlətsin. İnsanlara qarşı belə olaq. İnsanlara qarşı gərək həlim olasan, həlim, yumşaq, qaşqabaqlı, sərt. Bu cür, bu möminlik xüsusiyyəti deyil. Gərək yumşaq olasan. Əgər istəyirsən Allah səndən həlim rəftar eləsin, sən də gərək həlim olasan. Həzrəti Yunus əleyhissalam bir dəfə ola bilmədi həlim. Bir dəfə. Qoydu qövmünü, çıxdı şəhərdən. Bəla istədi, onlara getdi. Allah neynədi? Allah qövmə bəla göndərdi, yox. Allah bəlanı Yunusun özünə göndərdi. Yunus qövmünə istəmişdi. Allah Yunusun özünə bəla göndərdi. Niyə? Sən niyə həlim rəftar eləmirsən bunlarla? Hələ kimlər? Onlar ki, bütpərəstdir, müşrikdir. Heç tövhidi qəbul eləmirlər. Yunus da gördü, bunları təbliğ eləməyin mənası yoxdur. Bunlar heç nə qəbul eləmirlər. Bəla istədi, çıxdı, getdi. Allah onlara görə Yunusa bəla göndər. Yunus, niyə həlim deyilsən? Niyə səbr eləmədin? Niyə gözləmədin? Bəlkə bir nəfər tövhidi qəbul eləyəcəkdi. Bir nəfər. Allah attı onun balığın qarnına. Allah həlimdir, həm də alimdir. Bu nə deməkdir? Bir var, sən birinin pis xüsusiyyətlərini bilmirsən, onlar da biz görürsən, bəzən deyir ki, mən buna qarşı necə həlim olmuyor, bu filan xüsusiyyətli adamdır. Və Allah bilmir. Allah həm alimdir, həm həlimdir. Yəni necə? Yəni həm bizi yaxşı tanıyır, tanıyandan sonra bizdən yumşaq rəftar edir. Bir var, tanımırsan, elə bilsən yaxşı adamdır, yaxşı rəftar edirsən. Bir də var, Allah bilir mən hansı xüsusiyyətlərin sahibiyəm, hansı günahları eləmişəm. Bildiyi halda məndən yumşaq rəftar edir. Bu üstünlüydür. Bildiyin halda, bilirsən bu belə də pis xüsusiyyətlər var, yenə yumşaq rəftar elə onunla. Bu üstünlüydür. Əhl-i Beyt belə olublar. Və insanları belə cəzb eləyiblər. Cazibə burada yaranır. İsmail Himyəri İmam Sadiq əleyhissalamın vaxtında yaşayıb. Şair olub.
əvvəli Əhl-i Beytin vilayətini qəbul eləməyib, başqa əqidədə olub və şərabxor imiş, çox şərab içərmiş. Bir gün gəlir, kuzəsi var imiş, kuzəsində şərab olarmış, həmişə doldurulmuş şərabı kuzəsinə. Bir gün gəlir İmam Sadiq ağa olan tərəfdən belə keçmək istəyəndə, kuzədə də şərab var axı. İmam Sadiq ağa bunu görür. Bu heç İmam Sadiqin vilayətini qəbul eləmir. Onu imam kimi qəbul eləmir. İmam Sadiq əleyhissalam görür İsmaili, deyir İsmail, o kuzəndə nə var? Deyir Allah, mən indi buna necə deyim, kuzəmdə şərab var. Deyir ağa, süddür, doldurmuşam içinə. İmam ovucunu açdı, dedi İsmail, o süddən biraz tökə bilərsən mənim ovucuma. Dedi ağa, süddür də tökmür. İmam dedi, hələ biraz tök də, tök görüm. Da gördü məcburdur. Götürdü kuzəni əydi, gördü süd tökülür. İmam başını qaldırır, dedi İsmail, imamın kimdir? Dedi imamım o kəsdir ki, şərab əlində südə çevrilir. Mən bunun içine şərab tökmüşdüm, südə çevrildi. O gündən Əhl-i Beytin şənində nə qədər hədis gəlibsə, hamısını şeirə çəkib, nəzmə çəkib. Bütün hədisləri şeirə çəkib. Öləndə də öz məntəqəsində idi ki, orada Əhl-i Beyti qəbul eləmirdilər. Oğlu deyir, can verirdi, gördüm, üzü qapqara olmuşdu. Yanındakılar da məsxərə eləyirdilər ki, bu da İmam Sadiqi qəbul eləyən. Gör, nə gündə ölür. Deyir, amma mən bilirdim ki, bu ki, əvvəli şərabxor olub, o içdiyi şərabların nəticəsidir. Düzdür, Allah bağışlayıb ha. Amma təsiri ki var, təsirin qoyub. Deyir, gözün yummuşdu, ölmüşdü, bilməm nə olmuşdu. Birdən gözünü açdı, orada bir beyt şeir deyib ölüb. Məzmunu buzur, dedi, gözünü açdı, dedi, ay cəmaat, and olsun Allaha ki, mən ölmüşdüm. Allah mənim bütün günahlarımı İmam Sadiqə xatir bağışladı. Bunu şeir kimi bir beytdə deyib, ondan sonra gözünü yumur. Yəni, biz həlim ola bilsək, günah eləyənlə də bir həlim rəftar eləyə bilsək, çox insanlara təsir eləyə bilərik. Çox insanlara cəzb eləyə bilərik. Biz cəzb eləyə bilmirik, çünki həlim deyilik. Qüdrətin olduğu halda əff eləməyi bacarasan, bildiyin halda həlim olmağı bacarasan, Peyğəmbər Məkkəni fəth elədi, hamı əsir idi Peyğəmbərin qabında. Əbu Cəhəllər əsir gətirdilər. Səhabələr şuar deyirdilər, deyirdilər, bugün intiqam günüdür. Hamımızdan intiqam alacaq. Siz ki, bizə bu zəhmətləri verdiniz. Siz ki, bizi bu qədər çətinliyə saldınız. İndi hamımızdan intiqam alacaq. Peyğəmbər eşitdi bu şuarı, narahat oldu. Dedi, yox, belə şuar verməyin. Əl-yevm yevmul mərhəmə. Bugün rəhmət günüdür, mərhəmət günüdür. Nə intiqam? Bugün görəcəksiniz, Məkkədə hamını əff eləyəcəm. Əbu Cəhli də əff eləyəcəm. Bu şuar. Qüdrəti var, bu dəqiqə quldur, əsirdir qabağında. İstədiyi cəzanı verər. Deyir, səni ki, cəzalandıra bilərəm, amma əff edirəm. Bir var, cəzalandıra bilməzsən, gücün çatmır, qüdrətin çatmır. Sən əff edirəm. Nə mənası? Güyən əff eləməsən nə olacaqdı ki? Başqa bir şey olmayacaqdı ki. Bir də var, qüdrəti var, buna cəza versin. Deyir, mən sənə cəza vermirəm, mən sənə əff edirəm. Bu böyüklükdür. Bu əzəmətdir. Bu xüsusiyyət istəyir Allah bizdən. Ki, mənim Allahım bu cürdür, mən də bu cür olacam. Və işitmişsiniz ki, döyüşlərin birində Peyğəmbər istirahat edirdi, bir dənə müşrik gəldi, qılıncı tutdu Peyğəmbərin boğazına. Dediniz, səni kim qutarar buradan? Heç kəs yox, ikimizik.
Mən də qılıncı tutmuşam sənin boğazına. Peyğəmbər deyir, mənim Allahım məni qutarar. Bu sözü dedi, əli titrədi, qılınc düşdü yerə. Peyğəmbər götürdü qılıncı yerdən. Tutdu müşrikə tərəf, dedi, indi sənə kim nicat verər mənim əlimdən? O müşrik də tanıyır ha Peyğəmbər. Dedi, kərəmuk, sənin kərəmin. Peyğəmbər qılıncı qoydu, dedi, sənə əff verirəm, get. Bu əff, bu bağışlamaq, bu rəhmət, bu eybləri örtmək. Bu xüsusiyyət insanı Allah sifət eləyər. Bu şeyləri Allah bizdə istəyir, bizdə yaransın, bizdə formalaşsın. Və insan gərək bunun üstündə çalışsın. Allah bizləri bu xüsusiyyətlərə malik olmaqda müvəffəq eləsin inşallah.